Şakir müəllim, gəlin indi diqqətimizi Azərbaycanın qədim dövlətçilik mərkəzlərindən biri olan Qədim Qəbələ və onun ətrafındakı tarixi areala yönəldək. Bu bölgə sanki Qafqaz Albaniyasının canlı muzeyidir. Sizdən bu regiondakı toponimlərin Qəbələ, Nic, İsmayıllı, Lahıc və Girdiman adlarının etimoloji mənalarını və onların bir-biri ilə olan tarixi bağlarını soruşmaq istəyərdim. Demək, bəli, çox düzgün vurğulardır bunlar, elmi baxımdan. Qəbələ, Alban adları dünyanın etimologiyyətdən ən qədim adları və tarixi qaynaqları baxımından ən qədim qaynaqlara bağlı olan sözlərdir, adlardır. Demək ki, Alban deyəndə biz dərsliklərdə keçmişik. Mən özüm bazam tarixdir. Orada göstərilir ki, Albanlar ən qədim xalq və Alban dövləti kimi mövcud olmuş və bunların 26 tayfası olmuşdur. Bəli. Bəli, çox düzgündür. Firdovsi Şahnamə əsərində qeyd edir ki, Makedon İskəndər 30 dil bilirdi. 30 dil olub, 30'unu da bilirdi. Bəli, bu 30 dilin 26'sı Azərbaycana bağlıdır, Albana bağlıdır. 4'ü isə biz ötən mövzularımızda söhbət eləmişdik, 7 dövlət olmuşdu ilkin baxışda, ilkin qədim dövrlərdə. Və həmin 7 dövlətdən də demək 26 dili bizdə olursa, 4 dildə elə bil ki, onlara bağlıdır. Bu baxımdan biz Alban sözünü açaq. Alban etimologiyası açılmayıb, heç bir mənbədə yoxdur. Qəbələ sözü düzgün vurğularla deyilmir. Onun ətrafında Lahıc gedir, İsmailli gedir, Nic gedir. Biz bu toponimlər üstündə dayanacaq. Birinci götürək Albanı. Alban deyəndə al, ocaq, nəsil deməkdir. Yəni, bəşəriyyətin ilk ocağı, ilk nəsli mənasında. Ocaq nəsil deməkdir. Bani isə, Dədə Qorqudda deyir, bani çiçək. Bani isə tikən, quran mənasındadır. Bəli. Demək, ilk ocaq nəsil bura bağlanır. Və Ali Nəbi isə Peyğəmbər ocağı deməkdir. Al, ocaqsa, Ali Nəbi Peyğəmbərdir. O hansı Peyğəmbərə bağlanır? Təbii ki, tarixdə məlum olmayan, adı çəkilən, lakin özü ortada olmayan İbrahim dilidir. İlk İbrahim dininə mənsub sözlərdir bunlar. Misal üçün, ensiklopediyada belə bir fikir yazılır ki, Albanlarda, qədim Albanlarda Aguyen məclisləri keçilirdi. Xalkedanda. Bunların heç biri vurğu cəhətdən düzgün deyil. Məsimi deyir, dünyanın zatı isimlərdə, beyan hərflərdədir. Əgər sən bir hərfi dəyişdirsən, o zat özünü göstərməyəcək və itib batacaq. Bu baxımdan toponimlərin saxtalaşdırılmasında hərflər böyük rol oynayıb, o eyni zamanda bu təhrif etmə burada aiddir. Əvvələ bu Aguyen yox, ensiklopediya Aguyen gedir, Aguyen məclisləri, bu olmalıdır Aluyen məclisləri. Aluyen məclisi olanda Sufi dərvişlərə bağlanır. Sufi dərvişlərə bağlanır. Bu, demək, Xalkedana gəldikdəsə, bu Xalkedan deyil, əslində bu xanəgahdır. Hərf səhvindən təhrif olunur. Bəli, bu xanəgahlardır. Çünki Aguyen və Xalkedan olanda bağlanır xristiyanlığa. Aguyen nə deməkdir? Aguyen yoxdur söz. Sözün mənası? Yoxdur söz. İndi misal üçün mən göstərəcəm, mən orada o dinlərdə olmuşam və onların saxtalaşdırmaları mən görmüşəm. Demək, burada fikir verin. Baba, mən çəkdiyim şəkildir. Burada yazılıb nə? Görünür? Bəli. Gödari. Bəli. Düzdür mü?
Gödari kilsəsi. Gödari. Və yaxud da ki, Gödari Gerges. Fikir verin. Əvvəla bu niyə Gödari olmalıdır İngilizcə? Bu Qəbələdirsə, Qəbələnin öz dilində verdi. Bu olmalıdır Gərdari. Gərdari. Gərdari, Gərd fələq evidir. Gərdari. Arilərin fələq evi. Oturdu yerinə Gərdari. İndi açaq ki, Ari nə deməkdir? Ari təsdiq edir Adəmi. Çılpaq yalın boş bihuda. Dədə Qorqud dastanında yazılır ki, arı suyu ilə dəstəmaz aldı. Arının suyu olmur, balı olur. Ari suyu ilə. Yəni çöl suyu, axar suyu ilə dəstəmazını alır. Çöl həyatından söhbət gedir. Çobançılıqdan söhbət gedir. Demək, burada Ari təsdiq edir. Demək, ermənilərin bir idman yarışı vardı Güləşdə. Onların mən diqqət yetirdim. Güləşçinin belində, kürəyində, köynəyində Ari yazılmışdı. Yəni mən Ariyəm. İddia edirlər ki, Ari nəsliyəm, bəli. Demək, burada Ari elə belə söz deyil bu. Demək, bu, misal üçün, Dədə Qorqud dastanında yazılır ki, Ulaş oğlu Qazan xan. Əvvələ Ulaş deyil bu, Uladır. Ula ilkin birinci nəsilə deyilir. Yəni, bu diqqət al ocaq deyirik. Bani onu qurdu İbrahim ocağı. Bəli, bu sözlər, bu toponimlər bu şəkildə bağlanır Azərbaycana və sivilizasiyanın başlanğıc nöqtəsinə bağlanır. Və bu tərəfdən Qəbələ sözünə diqqət yetirək. 300 min nə qədər Qəbələdə əhali var. Mən bütün hər yerdə sorurum, Qəbələ sözü yoxdur. Heç bir lüğəti qəlbə oturmur Qəbələ sözü. Burada ad tamamilə təhrif olunub. Necə başa düşək, Qəbələ nə deməkdir? Sadəcə olaraq Ptolomey təhrifli şəkildə Xavala deyib, Xabala, mənbə o götürülür, Strabonda, Ptolomeydə Xavala kimi gedir, Rus mənbələrdə Qabala kimi gedir və biz də Qəbələ kimi yazmışıq. Əslində bu ad olmalıdır Qəblə. Qəblə, yəni miladdan qabaq, xristiyanlıqdan qabaq nə olur onda? Qiblə. Bu Girdman deyil, Gərdmandır. Gərd mani zərdüşlərdir. Gərd fələq evidir. Demək, dünyanın ilk fələq evi bura olub. Bu bağlanır Lahıca. Bağlanır İsmailiyə. İsmaili toponimin mənası nədir? İsim ad deməkdir. İsim ad. İsmin nədir? Adın nədir? Mail zatı pak, əsilzadə. Bağlanır İbrahimə. İbrahimin oğludur. İsmailli onun adınadır. İbrahim Peyğəmbərin oğlunun adınadır. Bəli, İsmailin adınadır bu yer. O tərəfdən bağlanır Quba Xəlilli. Kəndi var. Quba Xəlilli. Quba bildik Qubadır. Xəlil də İbrahimdir. İbrahim Xəlil, bəli. Və yaxud da ki, Tavus tərəfdə İbrahim Oba, İbrahim Hasılığı, bu toponimlər niyə analiz olunmur, niyə təhlil olunmur ki, hardan doğulub bu toponimlər? Hamısı İbrahim Oba. Misal üçün, Qobustanda Yekəxana kəndi var. Bəziləri Yekxanə yazır, Yekəxanə yazır, Böyük xanə. Amma 1903-cü ilin xəritəsində yazılır İbrahimli. Niyə hallanmır bunlar? Demək, Gərdiman, Alban, Qəbələ sözü İsmailli bağlandı bir nöqtəyə. İndi keçirik Lahıca, Lahəc. Mən indi İbrahimdən misal gətirirəm Quran ayəsi ilə. Diqqət yetirin, Bəqərə 125. Və xatırlayın ki, o zaman biz bu evi, əzəmətli Kəbəni, o Kəbədən söhbət gedir ha.
insanların dönüş yeri və əminamanlıq məkanı etdik və dedik, İbrahim məqamından onun arxasından ya sağ və ya sol tərəfdən namaz üçün bir yer seçilsin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, mənim evimi itaət edənlər, yaxınlıqda olanlar, yaxud ibadətə çəkilərlər, çünki və səcdə edənlər üçün pak-pakizədir. Hardan doğuldu pak-pakizə sözü? Necə başa düşək pak-pakizə sözünü ibadət yeri üçün? Və yaxud da ki, biz əzəmətli insanların dönüş yeri, sağ-sol haradır? İbrahim məqamından sağ-sol haradır ki, ora ibadət yeri olub? Bəşəriyyətin dünyanın zamanında. Bəli, onun Kəbəsi Babadağıdır, Həzrət Babadır. Kəbə orada şeytana daş atılır. 4 kilometr yüksəklikdə, hündürlükdə. Kəbə oradır. Misalsın dastanlarda deyir, dağlardan uca Nuh dağıdır. Cahar ətrafı cənnət bağıdır. Və yaxud da çıxdım Baba dağına, baxdım cənnət bağına. Bənövşə calaq olub Qızılgül yarpağına. Cənnət bağını verdi, həm Nuh'a, həm cənnət bağı ilə Adəmin düşdüyü bağdır da. İbrahimin Kəbəsi də oradadır da. Pakir orad da. İndi bir dəqiqə, Pakir arxa tərəf Pakir. Pakir Xəzər dənizidir. Kəbənin Baba dağının arxa tərəfi Xəzər dənizidir. Sağ tərəf üzbəüz Duranda dənizinə Qobustan qayalarıdır. Ümbaki adı ilə. Ümbaki, Anabaki. Sol tərəf isə atəşdir, atəşgahdır. Yəni Baki ağlayan yeri, hüzün yeri, ələm yeri. Sufi dərvişlərin məskəni, Sufi dərvişlərin dini ayinlərdiyi ilkin bəşəri keçirdiyi yerlər mənasındadır. İndi burada bağlanır, burada pak yer haradır? Pakizə ilə bura gələnlər. Lahıc, bu Lahəcdir. Lahıcdır, Lahəc, Allah hacılığı olan məkan. Niyə dünyanın ilk kanalizasiyası buradadır? Niyə burada çəkilib? Çünki burada otururdular. Bir ay hacılıq gedirdi. Hal-hazırda yaşadığımız Lahıc 3-cü Lahıcdır. 2 dəfəsi silinib. Yəni silinib. Niyə silinib? Məlum bir yeri özü silinib. Ama çöküp bura geldi. Bəli, çöküb bura gəlib. Bu 3-cü yerdir. Kanalizasyası var. Yəni onu da heç kim tapa bilmir. Onu tapa bilmir ki, o kanalizasiya hardan başlayıb varacaq. Aha, əsas da məlumat verək ki, Azərbaycanda ən qədim kanalizasiya sistemi Lahıcdadır. Bəli, Lahıcdadır, bəli. Lahıcda. Bu da Azərbaycanın qədimlərdən başlayaraq necə böyük mədəniyyətə sahib olduğunun nümunəsidir. Əgər bir 2-3 min il yaşı olan bir qəsəbənin kanalizasiya sistemi varsa, indi təsəvvür edin ki, bu qəsəbənin nə qədər yaşı var. Əbdurrahman Cami yazır ki, Yusuf və Züleyxa əsərində kim Şamda bir ay qalardısa, bir il ona baş əyərdilər. Yəni hacılıqdır bu. Pakizə burada heç bilmirlər o su har axır. Har axır. Ki bütün evlərdə bu kanalizasiya sistemidir. Çünki orada otururdular və oradan fayton yolu Baba dağına var, gedilir. Yəni Allah hacılığı olan yer. Bütün fatihlərin pulları oradan tapılıb. İskəndərin, Kərvansara kimi yəqin ora. Sezarın, Pompeyin pulları tapılıb burada. Xeyr ola, hardan gəlir bunlar? Tacirlərin cibindən düşübmü? Yox. Bu sadəcə ziyarətgahlara bağlı itkilərdir. Tarixi şahid kimi Allah Taala elə edir ki, tarixi şahid bu nişanələr bizə çatır. Yəni ora yığışıbmı ibadətə gedirdilər? Necə? Dünyadan ora insanlar gəlib orada yığışıb sonra mı hacılığa gedirdilər? Hacılıq orada idi. Onlar gələndə, demək ki, mən keçən verilişlərimdə dedim, Makedon İskəndər özü də, onlar gedəndə Qabustan yolu ilə gedirdilər. Qabustanı ziyarət edirdilər və yaxud son intihə orada xatirə yazılarını yazırdılar, sözlərini yazırdılar. Siz təsəvvürünüzə gətirin ki, 8-ci əsrdə Ərəb şahı özü bura gəlib Qabustana. Qövs şəkli çəkib. 12-ci legion isə xaç şəkli çəkib.
nişanə. Heç onda xristianlıq yox idi. Xaç şəkli doğulmadır. Doğulma və axirətin nişanəsi. Xaçın 12 müddəası var. 12 müddəası var xaçın. Lakin bunun qismən də olsa 4'ü var. 8'i yoxdur. Mən əsərlərimdə bunu açmışam. Bax, burada Udin kilsəsində olan xaç. Bax. Udin kilsəsi görürsünüz qəbrin üstündə, döşdə üstündə xaç. Xaçın baş hissəsində otdur, içində xaçlardır. 3 dənə xaç iç-içə verildi. Udin kilsəsinin müdiri Robert mənə dedi ki, bu ancaq Qəbələdədir. Nicdədir. Heç yerdə yoxdur. Nicdədir. Mən isə ona dedim ki, xeyr, o Qabıstanda da həmin xaç. Fikir versiniz, qəbirdə qışlaqdadır bu. Qəbirdə, naxışlı. Hardan, oradan gətirilib? Yox. Xaç burada doğulub. Doğulma və axirətdir. Nic nə deməkdir? Nic soykök. Lüğəti mənası, ərəb-fars sözlərinə baxsan, nic soykök deməkdir. Kimin soykökü? O birisində deyir, Rum nicat. Rum nicat. Rum Türkiyədir, Vizantiyadır, Anadoludur. Demək, soykök bura bağlanır. 26 tayfaya, 26 bir nöqtəyə bağlanır. Bəşəriyyət ayrılərə. Ayrı təsdiq edir Adəmi, Adəm nəsli. Bəli, biz Adəm evladlarıyıq, İbrahim nəsliyik, Məhəmməd ümmətiyik. Bu resept belə getməlidir. Şakir müəllim, amma Nic kəndinin adı Udin dilində nədənsə çökəklik mənasından əlaqələndirilir. Kim verib onu? Hansı əsasla verir? Yox, sadəcə olaraq dezinformasiyada verir. Heç kim analiz eləmir ki, bu düz deyir. Misal üçün, mən 17 il Qabıstan uğrunda vuruşdum. Bu yerin adı Qabıstandır. Nə var, bir-iki dənə yalançı mənbəyə görə bu olub Qobustan. Ancaq ondan əvvəl, ondan sonraki mənbələr itirilib, batırılıb. Bu Qabustandır. Qobustan sözün mənasını da... Qabil ehtiram olunan yer, ziyarətgah yeridir. Qabustanı ilə vəhdətdə olan şeydir. Ayıbdır. Mən misal üçün, hələ gözləyirəm ki, misal üçün, hörmətli prezidentimiz 2021-2023-cü illərdə dönə-dönə dedi, toponimlər alimlərdən xahiş edirəm, yazın. Hanı yazılıb mı? Yazılıb mı? Mən artıq bu toponimlərin yazmışam. 1000 səhifə mən toponimlərdən kitab bu toponimlərin, Azərbaycan toponimlərinin açılmamış dilləri. Bu da bəşəri tarixə bağlı Azərbaycan toponimləri. Artıq 800 səhifə burada, bir 100 səhifədə mənim məqalələrim var. 1000 səhifə mən orijinal bütün rayonları açmışam. Mənalarını açmışam. Bir dənə rayonun adının mənası düzgün deyil. Açıq deyirəm. Etirazı olanlar buyurub polemikaya gələ bilər. Bir dənə rayon düzgün açılmayıb. Misal üçün götürək, keçən dəfə verilişlərdə mən şərhlərə baxıram. Bir nəfər yazır ki, siz bizi nə əsasla, kobud şəkildə yazır ki, siz bizi İbrani elədiniz. Əzizim, sən İbrani sözünün mənasını bilirsən, bu sözü mənə qarşı deyirsən. İbrani İbrahimə bağlıdır. İbra bəraət alan, ümmət sahibi olan ilk ümmət sahibi İbrahimdir. Orada deyir, Kəyyan vilayətinin Şam məntiqi. Şam Azərbaycandır, bəli, İbranidir, İbrani bura bax, İbrani budur. Onda mən İbranini tənqid olanda, İbranini inkar edəndə səni kimi olan Qırqariyan. Gedirəm Qırqariyanlığa. Siz məni çəkirsiniz. Bilmədiyi şeyi xahiş edirəm, yazmayın. Onlara elə gəlir ki, İbrahim Yahudidir. Sizə gəlmək üçün deyil ki, sən bilmədiyi öyrən, tədqiq elə, sonra oyuna girginən. Sən kör-körana heç bilmirsən nə deməkdir bu və kobud şəkildə müdaxilə edirsən. Bu düzgün deyil. Quran ayəsində belə var ki, İbrahim nə Xristiyandır, nə Yahudidir. Digər bir ayəyə baxaq. İbrahim surəsi 37. Ki, ey Rəbbim, həqiqətən mənim övladlarımdan birini, İsmaili, anası ilə
Sənin möhtəşəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, ey Rəbbimiz namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qibləsi ona meyl etsinlər, qəlbləri ona meyl etsinlər. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər. Mənası bir qism Baba dağına gəlir. Sağ və sol tərəf Atəşgah, Ümbaki, Safiyəmid, Qəbələ, İsmailli və müxtəlif meyvələr buradadır. İndi bu ayədə göstərilənlər, İbrahimi ora-bura çəkənlər həmin yerləri göstərsin. Sağ və sol ibadətgahını göstərsin və üstəgəl o müxtəlif meyvə rurlarını olan yeri göstərsinlər. Yox dedik ki, ancaq bura bağlı. Amma biz necə öyrənmişik, Şakim müəllim? Biz necə öyrənmişik? Yəni ki, Sara, İbrahim Peyğəmbər Sara ilə qalır, amma Həcəri aparır indiki Məkkəyə, Ərəbistana. Biz bunu Ərəbistan bilirik. Axı o vaxtı o Ərəbistana o vaxt ziyarət olmayıb, axı tarixi baxımdan götürəndə. O vaxt Misir dövləti olub. O vaxt olmayıb, Misir olub. Misirə axı tək Allahlığı Yusuf aparıb. Əgər İbrahim məqamı orada isə və sonunda Yusuf niyə aparırdı ora? Züleyxa niyə bütləri qırırdı? Biz bu mövzulara qayıdacaq tədricən. Yəni bütün bu yollar, o deyir, əkinsiz bir yerdə dərədə qoydum, getdim uşaqlar. Misal üçün, dastanlarda Xun dərəsi gedir, göz yaş tökülən dərə. Bizdə var dastanlarında, Novruz dastanında var. Xun dərəsi gedir o, göz yaşı tökülən dərə. Gələcəkdə çox materiallar var, çox mənbələr var, bunları açacaq biz. Ki, sübut eləyəcək mövzular gələcəkdə onlarda. Yəni, mən Qəbələ, İsmailli, Lahəc, toponimləri hamısı bura bağlıdır. Lahıcıda mənə bir müdrik kişi çox gözəl dedi ki, bu dil buradan İrana gedir. İrandan bura gəlmir. Bu ayrılərin dilidir. İndi biz eləmişik onu Fars dili. Amma Farsdan qabaq Persiya olur. Farsla Pers açılmalıdır. Ki, görək Fars kimdir, Pers kimdir. Və bu dil Persiya aiddir, yoxsa Farsa aiddir. Kökü. Şakim müəllim, bəs Manna, Midiya, Urartu dövlətinin Azərbaycanın etnosiyasi tarixində yeri nədir? Biz dərslik kitablarımızda burada biz tarixdə onu öyrənirik. Manna, Midiya gedir. Bunlar adlar heç bir yerində deyil, düzgün deyil. Sadəcə Avropa mənbələrinin, xüsusilə Rus mənbələrinin tarixi əsasında biz bu adları veririk. Amma bu adlar bizim nəslin adlarıdır. Bizim əcdadlarımızın qoyduğu adlardır. Manna deyil bu. Manna sözündə heç bir məna yoxdur. Manidir, zərdişlər. Zərdüşlər. Manilər. Mənim muğamda mani muğam var. Şöbəsi var. Həmin şöbətdə manilərdir. Zərdüşlərdir. Midiya deyil bu. Mədar. Başladığınız nöqtə xərçək tropiki. Mən əvvəlki verilişlərimdə göstərdim ki, bəşəriyyət 7 iqlim boyunca 6 istiqamətdə buradan şaxələnib dünyaya. Misalını götürək Orxan Yenisi abidədir. Güya biz 6 aydan gəlməyik bu yana. Alimlərin çoxsu bunun üstündə deyənir. Bəli, Asiya çöllərindən 6 ay sözünü açmışamdır. 6 ay nə deməkdir? Al bağlandı bizə. İbrahim ocağı. İlkin nəsil, ocaq nəsildir, al. Banidə onu quran. 6 ay. 6 aysa alın o tayı. Bu mənim vurğumdur, mənim sözümdür. Türk sözdür, Azərbaycan türkü sözdür. 6 ay. Əslində al-təa, ala üç çevirənlər getdi. O tərəfə. İkinci qol getdi, al-yaska. Öyle o sualı istəyirdim. Al-yaska deyil, al-yasəvərdir. Yəni, münbit torpaq dalıcan gedənlər, onlar ulduz sistemini o dövrdə əla bilirdilər. Harada qitələri də əla bilirdilər. Ona görə köç buradan başladığı kimi 7 iqlim boyunca 6 istiqamətdə gedir. Ona Orxan Yenisi edirlər, düzgündür, ofdən, vətənlərin cəmi, yəni sey, 3-cü qol. Hami nəsli. Hami nəsli.
3 nəsil gedib. Yafəs oğlu Türk, Orta Asiya, bir qol Trabzon, Türkiyə. Ağaz nəsli, başlanğıc buna Oğuz deyirik. Sami nəsli getdi, Təbriz, Misir, Hindistan. Buna Hindu dedilər, Du, 2-ci qol. 3-cü Haminə, Orxan Yenisey yox, yəni Se, 3-cü qol. Və Sibir adlandırdı son nöqtəni. Sinədə 30-dur da, 30-dan biridir də. Gedir bağlanır Çukçulara. Çukçu, sözü Çukçuların öz dilində yoxdur, bilmirlər nədir. Çuk sözünün mənası Uydun dilində ucqar düşənlər, düppədüz. 26 tayfanın heç birinin toponim açılmayıb. Ona görə də bu tayfalar çox vaxt etnik kimi gedir. Larratno Azərbaycanın damarlarıdır. Bəşəriyyətin başlanğıcının qollarıdır, şaxələridir ki, hamısı bir nöqtəyə bağlanır. Bizdə etnik yoxdur. 26 tayfa ayrıca. Əksinə etniklər bizdən doğulub. Biz etnikə aid heç bir çalar yoxdur, heç bir fikir yoxdur. Şakir, biz adətən Azərbaycan tarixinin saxtalaşdırılması prosesini Sovet hakimiyyəti illəri ilə məhdudlaşdırırıq. Lakin siz öz əsərinizdə bu prosesin köklərinin daha qədimlərə getdiyini vurğulayır və Makedoniyalı İskəndər və 3-cü Dara arasındakı Qavqamela döyüşünün nəticələrinin buna misal gətirirsiniz. Bu tarixi hadisənin Azərbaycan tarixinin saxtalaşdırılmasında oynadığı rolu daha geniş şəkildə izah edə bilərsinizmi? Bəli, çox düzgün sualdır. Demək, Makedon İskəndər eramızdan 331-ci ildə Daranı məğlub eləyətdikdə 3-cü Daranı. 3-cü Dara. Bu Daralar arasında böyük fərq var, böyük tarixi mahiyyətlər var. Bunlar da aşılmayıb. 3 Dara arasında. Məsələn, 1-ci Daranın ulu babası Qəştasib Zərdüşt dinini qəbul edib. İndi 1-ci Daranın tarixinə var, onun babasının tarixinə var. Gör, hara gedib çıxır. Zərdüşt dinini 7 dövləti 72 xalqa təbliğ edir. Bəli, İskəndər alanda, Daranı məğlub eləyəndə bütün kitabları torbalara doldurdu. Tərcüməçi ilə göndərdi Aristotelə. Burada da tarixi saxtalaşdırmağın bir növrəsi qoyuldu. Və siz diqqət edirsiniz, eramızdan əvvəl 4-cü əsrdə Ptolomey, Strabon, Plutarx, o bir şey tarixçılar püskürdü. Nə ondan əvvəl, nə ondan sonra olmadı. Niyə? Siz təsəvvür edin ki, Təpəgözü Basat öldürüb. Basat bizim alimlərin tədqiqinə görə Dədə Qorqud 7-ci əsrdir. Eləmi? Amma Odisey filmində, Yunanların çəkdiyi filmdə Odisey Təpəgözü öldürür. Odisey olur eramızdan əvvəl. Odisey deməli bizim... Bəli, mənim əsatirimdir, mənim dastanımdır. Apardı, özəlləşdirdi. Odisey bizim Basatdır. Bəli, bəli. O müharibədə belə bir qayda var ki, yüksəkliklər əldə edirlər. Makedon İskəndərdə ideoloji yüksəkliyi əldə etmək üçün o əsərləri apardı ora. Nətər olur ki, Dədə Qorqud Drezdenlə çıxır. Niyə? Drezdenə hardan gedib bu? O vaxt Drezden olmayıb axı. Təzərgə Yunanlara, Yunan-Roma müharibələr o əsərləri buradan ora, oradan ora aparırlar. Bəli, oradan görsən deyir ki, Xabala, oradan doğur. Heç İskəndər Yunanistana qayıtmadı axı. Bu Yunanistana qayıtmadı. Misal üçün, Makedon İskəndər filmi Təmiz Nizaminin əsərləri üzrə çəkir. İskəndərnamə əsəri üzrə çəkilib orada. Bütün atrifkalar hamısı oradadır. Oradan çəkib. Bəli, onlar özəlləşdirdi tarixi. Avropaya verdi. Avropa da bundan məharətlə istifadə edir, qamçılayır bizi. Biz isə Rus mənbələrinə, Avropa mənbələrinə elmi işlərimiz söykəndiyi üçün sonradan atılan güllə kimi gedir bizim sözlərimiz. Sovet hakimiyyəti dövründə daha da çöktü. Biz Astavaniyanı düz versək, orada da ədalətli insanlar var, qayıdacaqlar ki, bu düz deyir. Sən düz yazmırsan axı. Ona görə də düzlüyü qoya bilmirsən ortaya, özüyü qoya bilmirsən. Arsaq niyə? Arsaq sözü açılıb mı? Nə erməni açıb, nə biz açmırıq. Ki, bunun mənası nədir?
Və vurğu necə vurulmalıdır, deyilməlidir. X olmalıdır, K olmalıdır, Q olmalıdır son hərfi. Düz vur bunları, düz vur bunları. Bəli, apardı oradan, əsərlər getdi torpalarda. Mənim bütün 700 namə timi. Deyirlər Hipokrat andı. Düzdürmü? Hipokrat andına bizim tippin üstündə and içirlər. Mən tippin üstünə sual verirəm. Hipokratın bir dənə resepti var ortada. Yoxdur. Bəs bunu nə ilə and içirsən? O mənim tippnaməm idi, 700 apardılar. İbn Sina'nın? Zərdüştlərin yox, Zərdüştlərin tippnamı. Avestadan başqa 700 səhifəlik tək Avestan aparmayıblar ki onlar. Onlar bütün əsərləri apardılar. Ən qədim məxəzlər onlardadır, Vatikandadır. Oturub orada, həmin kitablar. Romadadır, oturub orada, Almaniyadadır. Yəni bunlar hamısı, onsa mənim Qobustan qayaları durub arxamda, bəşəriyyətin antik tərcüməli oradadır, bütün hamısı. Bizdən siz təsəvvürə gətirin ki, nə qədər alim mənlə mübahisə edir ki, odun məskəni Hindistandır. Makedon İskəndər İranda olan bütün ateşgahları yandırdı. Niyə? Çünki saxta idi. O ruhanilər ateşgah qaçdılar, getdilər Hindistana. O da apardılar. Amma gəldi Azərbaycan oduna ateşgaha baş əydi. Çünki İbrahim odu burada idi. İlk o. Misal Nizami Gəncəvi Sirlər Xəzinəsində ya Xosrov Bəşirin əsərində yazır ki, ateşgahı Şəmmasdır kimi. Şəmmas. Misal Qabusnamədə də Vəşqəmir gedir. Şahın adı Vəşqəmir gedir. Şəmmas az nüfus sahibidir. Şəm günəşdir. Yəni ateşpərəst oğlu. Bu tikib ateşgahı. Bütün dünya bura ziyarətə gəlib. Şəmmas kimdir? Bənna. Şəmmas tikib. Adlı bir bənna tikib. Necə kremli, kərəmli tikməyib. Həmin adlı da. Yəni biz gələcəkdə bir-bir bu toponimləri açacaq, xalqa çatdıracaq. Polemika istəyənə isə yol açıqdır, gələ bilərlər, bizə dəvət eləyək, daha maraqlı, daha etiraz olanlar, biz hazırıq. Mən baş əyərəm. Əgər mənim tariximi saf, təmiz ortaya gətirən adamın qarşısında baş əyərəm, gəlsin. Şakir, YouTube platformasında qarşıma bir video çıxdı və təəssüf ki, gördüklərim məni sarsıtdı. Dahi bəstəkarımız Fikrət Əmirovun Qarabağ İnciləri kompozisiyası açıq-aşkar şəkildə Artsaq adı altında təqdim olunur bütün dünyaya. Videoda bu əsərin müəllifi kimi erməni Ara Gevorgyan göstərilirdi və daha da acınacaqlısı bu idi ki, qədim Alban abidələrimiz Qarabağın tarixi irsi saxtalaşdırılaraq dünyaya yad bir adla, yəni Ermənistan Artsaq adıyla tərənnüm etdirilirdi. Şakir müəllim, indi istəyərdim ki, bu məsələnin tarixi tərəfinə aydınlıq gətirəsiniz. Artsaq toponiminin mənası nədir və kökləri hara bağlanır? Çox gözəl. Demək, biz ilkin söhbətimizdə biz Ari sözünə toxunduq. Güya bunlar Aridir. Çəkiririk ki, Ari sözünün mənasını bilmir. Deyirəm, idmançının kürəyində Ari yazılır. Adolf Hitler də deyirdi, biz istinaristük. Demək, Almanlar da arist olur, Erməni də arist olur. Gör, hara vur olan. Almaniyanın nəsə... Alman bizə aiddir. Alman, bunun başqa zədi yoxdur. Mani Zərdüştlərdir. Yəni, ilkin sivilizasiya buradan gedib Almanlar, misal üçün, yeganə millətdir ki, Avropada İbrahim adını olduğu kimi deyirlər onlar. Misal, Rus deyə İbrahim deyəcək. Amma bunlar İbrahim olduğu kimi deyir. Olduğu kimi deyir. Yəni, şəcərə buradan gedib, misal üçün, Norvegiya. Norveç deyirik, düzdürmü? Nar, günəş deməkdir. Bu mənimdir. Vegiya, qəflətən, məlum olmadan səbəbdən buradan gedənlər. Onların filmi var, Vikinglər. Orada həm cadugar deyir, Odi, eynin.
həm də onların qəhrəmanı, o kör qəhrəmanı deyir ki, eyn öləndə, odur. Eyn gözlə görünən günəşdir. Odur gözlə görünən otdur, günəşdir. Demək, günəşə istahiş edənlərdir bunlar. Hamısı ateş Bunlar pərəsti. günəşdir. Vigiya qəflətən, misal üçün Ture Erdal deyirdi, bizim kralımız Aser Odi olub, Azer Odi. Azer olub bunların kralı. Üzün gəlir, bağlanır hamısı mənə. Alyaska, Alyasəvərdir bu. Var dövlət dalıcar, mümbit torpaqlar, qiymətli torpaq dalıcar, gedənlər mənasıdır. Misal üçün Kanadada saxur var. Bizdə də saxurlar var. Bu bəs eləmir olar. Onların prezidentliyə namizədinin adı Kamilla idi. Elə Kamilət də. Elə Azərbaycanlı yoxsuyum da. Bunlar işarələr vurğulanmır ki, bu hamısı bura bağlıdır. Hamısı zamanın ilkin atlarında, Azərbaycan atlarında, burada oturub da. Hələ axtarış getsə orada çox şeylər ortaya çıxacaq. Aydındır. Yəni bunlar hamısı Azərbaycan qaldı ki, Arsaq. Mənbələrdə biri deyir Arsaq, X. Xalidə, X. Biri deyir Arsaq. Biri deyir Ərsaq. Abala bunun hansına biz diqqət yetirək, hansını qəbul edək? Bir axı hərfi olduğu kimi deyir. Nə sak var, nə sax var. Bu sözün kökü saqdır, saq, saqinamə. Tur Erdal deyirdi ki, bizim saqilərdə yazılır, yəni zamanın ilk yazılarında. Saq, kök təməl, misal üçün bizdə Saqiyan var, Şamaxıda. Ona sən Saqiyan deyə bilmərsən. Saqiyan, yan biz mənasındadır. Saq, kök, təməl, qədim mənasındadır. Onda biz Saqiyan deyiriksə, onda Saliyana da Saliyan deməliyik. Li deməliyik, Saliyan. Olmaz. Sal, qədim deməkdir, səlnamə. Bağlandı qədimliyə. Yəni, yenə biz deməkdir. Bu, belə gitməlidir. Bu olmalıdır, ərsaq olar. Ərsaq, ər işarədir. Boyat boynundan bir ər qopdu. Ol kişi qayıbdan xəbər verdi, Dədə Qorqud dastanında. Ər işarədir burada. Həm də qəhrəman mənasıdır, igid mənasıdır. Müxtəlif mənəvi. Sağ isə zamanın ilk insanı. Bunlar demək istəyir ki, biz zamanın ilk insanı yox. Hansı məqsəddən, hansı iddiayla demək istəyirlər ki, biz ona görə deyir ki, biz arsaqıq. Mən də deyirəm ki, sən arsaq yox, təmiz sarsaqsan. Nəyin arsaqdır sənin? Sən hələ bir köküyü axtar, gör hara bağlıdır. Misal üçün, Əhməd Necat Sezar gəldi 2011-ci ildə Sərkisyanla görüşəndə Sərkisyanı qucaqladı, dedi, eyni kökdənik. Eyni kökdənik. Niyə dedi bunu? Hansı kökə bağlanırsan? Bunlar açılmalıdır. Amma Xameyniyə sual verdilər. Dedi, biz ərəblərə bağlandıq. Bunlar kökün tanımır. Haçalandır, bunları öz sözlərini deyirəm mənə. İndi gələn verilişlərdə bunları təhlil edəcəyik biz. Hardan doğulub bu sözlər? Toponimlər bəşər tarixinin açarlarıdır. Misal üçün, akademiklərdən biri çox gözəl deyir, Rus akademiki, deyir ki, bir anlığa toponimləri silək. Dünya miqyasında. Siləndə toponimləri nə bir təyyarə uçacaq, nə bir qatar gedəcək, heç kim hara getdiyini bilməyəcək. Toponimlər bu dərəcədə güclüdür. Və toponimləri müdaxilə etmək isə tarixə müdaxilə etmək deməkdir. Və bu da var, tarixə müdaxilə olduğu üçün açılmır toponimlər. Toponimlər bəşər tarixinin açarlarıdır. Buna diqqət yetirməlidir və prezidentimiz çox gözəl vurğuladı ki, ancaq buna qayıdış gücü yoxdur. Gücü yoxdur qayıdış gücü. Kimlər toplasın bu toponimlər təzədən olsun? Toponimlər təzədən dəyişdirilməli, rayon adları, öz tarixi qaynaqları verilməlidir. Buna böyük ehtiyac var. Mən bir toponimşünas kimi buna hazıram və öhdəsindən gəlməyə də hazıram. Təkan güc versinlər, yazım verin. Subut eləyim hamısı. Yəni, tarix buradan belə başlamalıdır.
Toponimlərlə başlamalısan tarixə. Ancaq biz isə tamam tərsinə başqa üsulla gedirik. Bax, Udin kilsəsində olan dua budur. Latın dilində. 2 dəfə burada Baki yazılıb. 2 dəfə Baki. Baki yox, Baki. Baki sözündə məna yoxdur. Baki, ağlayan hüzün yeri, ələm yeri, atəşgah. Yəni ziyarət, ağlanı deyən, hansı ki o atəşgah ki, Indira Gandhi ora ziyarətə gəlib. Elə Hindistan varsa Indira Gandhi bura nəyə gəlirdi? Mənim çox yadımdadır, təhsil problemləri qəzetinin zamdirektor var idi, oranın institutun. O mənə dedi ki, Şakir mənim, sən düz deyirsən, Avstraliyada mən olanda bir nəfər aeroportda dedi ki, mənim babam deyirdi ki, atəşgahı görsəydim ölməzdim. Avstraliyada. Babam deyir, həmişə atəşgah, atəşgah deyərdi. Siz bunu... Yəni, burada düzgün vurun, var ki, Misirdə də var adı. Məkkədə də var adı. Baki. Orta Asiyada Baki. Baki həm də əbədiyyat deməkdir. Baki deyirəm, Əbədi demək. xeyr, Baki doğulma. Doğru. Bir. Udin dilində doğulma. Baki ağlayan hüzün yeri, ələm yeri mənasır. Allaha bağlı yer deməkdir, ocaq deməkdir. Məskə, ondan qabaq Ümbaki var axı. Ana Baki. Qobustan qayaları. Bəli, dünya oraya. Ərəblər 8-ci əsrdə gəlib, özləri Məlik Şacı yazıb ki, dua elədim. Nəyin duasıdır? Elədim, getdim. Qövs şəkli çəkib. Qövs, iki qövs, aşağı yuxarı Cövzadır, əkiz qardaş. Yəni biz din qardaş yox. İbrahim dini kimi gəlib bura. Sonradan bu getməlidir, getdi, dəyişildi. Bəli. Bu qədər.